Haleluya. İndi haleluya. Rəbb xeyirxahdır, Rəbb diridir. Biz göylərə getmirik, tavşun biz qalırıq burada. Bütün insanlar, bütün kilsələr hazırlaşır ki, biz göylərə gedək. Biz isə qalırıq burada. Bu barədə gələn dəfə də danışacağım biz getmirik göylərə. Biz qalırıq. Göylərə getmək istəyənlər bilsən kimlərdir? Bədəni təcili torpağa vermək istəyənlərdir, ölmək istəyənlərdir. O biri bir talant, biri 3 talant, 2 talant, biri 5 talant aldı, biri bastırdı, o bütçeler işe artırdı. Biz ise artırdık bedeni. Biz bedenlerimizi bastırmamak isteyenleriz. Ona göre de biz o talantlar barəsində danışmıştık. Bugün devam edeceğiz. Biz bərpa olmağımız barədə danışacağız və bunun necə olur ki biz bərpa oluruq. Yenilənmə, bərpa olma, yenilənmə, bərpa olma. İsa Məsih, onun bədəni yeniləndi, o bərpa oldu. Və mən sizə bu günlərim yenilənmə və bərpa olma sözünü izah edirəm. Bu, dirilmənin gücüdür. Yenilənmə və bərpa olma dirilmənin gücüdür. Çünki keçib gedən bir şeyin, ölüb gedəsi bir şeyin, çürüyüb gedəsi bir şeyin yerinə yenilənmə gəlir. Yəni, daimi çoxalma və əvəz olunur. Yenilənmə, sən daim artmadasan, sən daim inkişafdasan. Amma bu demək deyil ki, sən bir dəfə yenilənib sonra dayanmalısan. Xeyr, dayanan deyilsən, sən daimi yenilənmədə olan vəziyyətə gəlirsən. Sən başa düşəndə ki, sən ölməzsən, çürüməzsən. Bu daim elə bil bu vəziyyətdən bu vəziyyətə keçib elə qalmaq deyil. Ona görə də mən istəyirəm ki, sən ölməzliyin və çürüməzliyin artıq dadını, artıq dadasan. Nəyə görə istəyirəm ki, sən onu dadasan? Və mən sən onu kömək edirəm ki, sən onu dadasan. Çünki əgər sən heç olmasa bircə dəfə şuurlu şəkildə yenilənmənin, yəni bərpa olmanı bircə dəfə şuurlu şəkildə yaşasan, sən bütün çürüməzlik dünyası sənin üçün açılacaqdır. Sən anlayacaqsan, sən başa düşəcəksən ki, çürüməzlik nədir? Bu şeyi sən tapdıqdan sonra elə bir bunun necə işlədiyini başa düşəcəksən. Ona görə mən çalışıram ki, sən onu dadasan. Vaaay! Və mən inanıram ki, sən bunu öyrənmək istəyirsən. Öyrənmək istəyirsən bunu, kim öyrənmək istəyir? Var burada öyrənmək istəyən. Aleluya! Və mən bunu sizə bu gün öyrədəcəm. Çünki yenilənmə, bədənin yenilənməsi, dirilmə gücünün təzahürüdür. Dirilmə gücü zühur edir. Və bu artıq sizin içərinizdədir. Bu sizin içərinizdə bir taxt kimi qurulubdur. Bu artıq işləyir sizdə. Sağalmanın gücünü görürsən. Əvvəllər də demişdim, sən gedirsən, makiyə gedirsən, yenilənmək istəyirsən, təzələnmək istəyirsən. Bu sənin içində bu arzu var. Sənin içində bu istək var. Niyə var? Çünki o sənin içinə yerləşdirilibdir artıq. Yenilənmə. Deməli, birinci yenilənmədir. Sən ən azı bir dəfə yenilənmənin, yəni dirilmənin gücünü nə olduğunu sən hərəkətdə hiss etməlisən. Və sonra o qapı açılacaq sənə. Bu elə bir dirilməyə bənzəyir və sonra növbəti səviyyəyə çürüməzlik gəlir. Başa düşürsən, sən yenilənmənin dadını biləndə, sən onun dadını dadanda arxası ilə çürüməzlik gəlir. Dirilmənin necə işlədiyini başa düşdükdə, çürümənin bədəndə necə işlədiyini artıq sən biləcəksən. Sən anlayanda ki, dirilmə sənin bədənində necə işləyir, sənin çürümənin sənin bədənində necə hərəkət etdiyini biləcəksən. İsa dirildi və bu qədər. Eşitirsən, İsa dirildi.
Bax orada deyirdi ki, bax bu anda mən səni böyük olan üzərinə qoyacağam. Böyüklər üzərinə ağa qoyacağam. O vaxt ki sən artırırsan. Bax bu anda mən səni böyük olanın üstünə qoyacağam. İşə salınır. Siz artıq bədəni o qədər idarə edirsiniz ki, ona heç də etmək mümkün belə olmur. Sənin bədəninə heç də etmək mümkün olmur. Matta 25-ci fəsildə oxumuşduq da ki, 5 talant alan gəlib daha 5 talant gətirərək deyir. Ağa, sən mənə 5 talant əmanət etdin, budur, mən daha 5 talant qazandım. Ağa sonra nə deyir? Deyir, afərim yaxşı və sadiq qulum. Sən xırda işlərdə sadiq oldun. Səni böyük işlər üzərinə qoyacağam ki, ağanın sevincinə şarik olasan. Və yavaş-yavaş bu ölməzlik və çürümezlik yenilənmə üzrə olan bu təlimi istəyirəm ki, bu səndə bitib cərməyə başlasın artıq. Sən hiss edirsən yavaş-yavaş. Çünki sən nə ilə qidalanırsansa ona da çevrilirsən. Mən səni ölümlə, öləndən sonra göylərə getməklə qidalandırmıram. Mən səni qidalandırmıram ki, dəyirmanda biri qalacaq, biri götürüləcək. Yataqda biri qalacaq, biri götürüləcək. Sahədə biri qalacaq, biri götürüləcək. Xeyr, kim götürüləcəksə qoy götürsün. Allahın, eşit məni, Allahın salih evladları yerdə qalacaq. Və kilsə bu barədə çoxlu filmlər də çəkiblər. Kilsədə olduqları yerdə birdən şarab hamısı gedir göylərə, paltarlar qalır. Nağıl çəkiblər. Güya salihlər getdi, pislər yerdə qaldı. Yer o qədər pisdir ki, burada pislər yerdə qalır. Yox, pislər burada qalmayacaq. Pislər getsin, biz qalırıq. Ona görə də talantlara sahibi nə istəsə, o da olur. Talantların sahibi onunla necə istəyirsə elə də davranılır. Sənə talant verilib, sənə bədən verilib. Sən onunla elə davranmalısan. Başqa heç nə. Sənin bədənin belə olmalıdır. O talantlar kimi, o 3 talant, 5 talant alıb artıran kimi. Ancaq sən idarə etməlisən bədəni. Ancaq torpağın altına idarə etməli deyilsən bədəni. Çürüməzliyə idarə etməlisən. Ona görə deyirəm ki, bircə dəfə, yalnız bir dəfə çoxaldıqdan sonra, bədəni artırdıqdan sonra dirilmə bədəni ilə tanış oldunuz. Bundan sonra növbəti bir şey, ani bir sıçrayış və sənin biliyin genişlənməyə başlayır. Bircə dəfə sən onu yaşayandan sonra bədəninizin izzətli imkanları başlayır. Bilirsiniz, dirilmə halı, dostlar, bu sadəcə olaraq elə bir ki, ölüdən dirilmə, ölüm deyilən bədəndən dirilmə bədəninə keçiddir. Sən dirilmə halı o deməkdir ki, sən ölümlü bədəndən elə bu bədəndə dirilmə bədəninə keçirsən. Amma dirilmə bədənindən sonra hamımızın arzu etdiyimiz çoxlu fövqəladə təbii güclərə, belə bir ki, imkanlara malik olan çürüməz bədən gəlir. O bədən ki, o çoxlu imkanlara malikdir. Ona görə sizə deyirəm ki, yenilənmə, bu genişlənmə ilə ümumiyyətlə adi bir bədənə sahib olmanız arasında sadəcə bir ara hissdir. Sən yenilənmə ilə, genişlənmə ilə ölməzlik, çürümezlik arasında bir sadəcə hiss var. Sən o hissi bizcə dəfə hiss edəndə böyük qapı açılır. Əslində bu necə baş verir? Bilsən, kilsənin bədəni haqqında danışan Əvari Pavel, o kilsənin bədəni haqqında danışır. O təlimlərdən nümunələr gətirir. O deyir ki, baş Məsihdir. Baş İsa'dır. Onda bütün bədən,
bir-birinə bağlanan bütün növlər vasitəsilə, yəni bədəndəki hər şey bir-biri ilə sıx bağlıdır. Başa düşürsünüz, sənin bədənində olan hər şey. Hər bir üzvün hərəkəti ilə o öz ölçüsündə qəbul edilir. Məhəbbətdə özünün yaradılışı üçün artım başlayır. Yəni diqqət başlayır. Biz görürük ki, Əbu Hanifə orada Məsihin bədənindən kollektiv olaraq danışır, ümumi danışır. Amma bütün bunlar tamamilə adi bir bədəndə hamısı kopyalanıb, adi bir bədənə yığılıbdır. Belə çıxır ki, Məsihin bədənin başı Məsih olduqda, yəni həyat verən ruhun şuuru, həyat verən Məsih, bədənin başı Məsih nə deməkdir? Yəni həyat verən ruhun şuuru səndədir. Bədəndəki hər şey orada yazıldığı kimi işləyir. Hər bir bədən üzvü öz ölçüsündə hərəkət edir. Və nəticə nə başlayır? Bədən böyüməyə başlayır, dəyişməyə başlayır. Oxuyuram, Efeslilər 4-cü fəsil 16-cı ayə. Deyir, bütün bədən onunla birləşdiyi üçün hər buğumun köməyi ilə üzvü surətdə ona bağlanıb, qürurlu və hər üzvün ahəngdar işləməsi ilə böyüyür, məhəbbətlə inkişaf edir. Bu, elə bir fikirləşmək səndə üçüncü qolun çıxır, nə bilim, üçüncü ayağın çıxır, bu ayağın böyüməsi demək deyil. Bu kilsənin bədənilə tamamı eynidir. Orada ikinci veya üçüncü bir şey böyümür. Burada artım baş verir. Yəni regenerasiya deyirlər. Yəni daimi yenilənmə baş verir. Çünki bədən köhnə ola bilməz. Ya da bədən balanssız ola bilməz. Yəni lazımsız orqan ola bilməz. Budur kilsə orqanının yenilənməsinin mahiyyəti. Bunu belə elə bir ki, belə deyə bilərik, belə oxuya bilərik ki, hər bir üzvümüz həmən ayəni, hər bir üzv öz ölçüsündə hərəkət etdikdə özünü məhəbbətdə yaratmaq üçün öz inkişafını alır. Çünki fiziki bədənimizin daimi böyümə xüsusiyyəti var. Ona görə də davamlı artıma görə ondan heç vaxt qüsur, çatışmamazlıq ola bilməz. Sənin bədənində yoxdur çatışmamazlıq, yoxdur qüsur. Çünki o daim yenilənir. Bədənə sevgi haqqında başlanğıc başladı. Başa düşürsən? Onun üçün orada deyirlər ki, özünü sevgidə qurmaq üçün baş verir. Və həmən ayəni bir də oxuyum. Bütün bədən onunla birləşdiyi üçün hər buğumun köməyi ilə üzvü surətdə ona bağlanıb qurulur və hər üzvün ahəngdar işləməsi ilə böyüyür, məhəbbətlə inkişaf edir. Vay! Bu baş verir. Sizin fikrinizi bu əsas iki ifadəyə cəlb eləmək istəyirəm. Orada əsas nədir? Yəni özü, yəni bədən özünü sonsuz olaraq artırmalıdır, inkişaf etdirməlidir. İkincisi isə nədir? Sevgidə. İkincisi isə sevgidir. O talantını bastıran oğlan var idi, o bir manetini. Onun üçün mənim bu təlimim təmiz, anlaşılmaz bir şey kimidir. O mənim danışdığım, mənim təbliğ elədiyim bu təbliğ o torpağa, o talantı bastıran adam üçün anlaşılmaz bir təbliğdir. Hristiyanların çoxu da bu bədəndə daha tez qurtulmaq xəyalındadılar. Ancaq fikirləşdilər ki, bircə bu bədəndən ölüb keçsəydim. Ola bilər, indi sən düşünürsən, ben yaxşı bədəndən ölüb getmirəmsə, bəs necə oluram mən? Bəli, necə olmanın sənə özü asılacaq. Sadəcə sən köhnə düşüncədən dəyişməlisən, səni o qədər öyrədiblər ki,
Ki gəl tez bu göylərə gedək, nə bilim, bu kostyumdur, ya bunu dəyişək, ya bunu nə bilim geridə qoyaq. Sadəcə bu bir kostyumdur, nə bilim, bu bir qabdır, səni daşıyır. Dostlar, sizə demək istəyirəm, qulaq asın, bu bədən, bu bir qab deyil, bu bir kostyum deyil, bu sizsiniz, bu bizik. Bilirsən niyə deyirəm ki, bu sizsiniz, bu bizik? Onu görə deyirəm ki, bu sizsiniz, bizik. Çünki əks halda, əgər bu belə olmasaydı, İsa deməzdi ki, o öz bədəni haqqında deməzdi ki, bu mənəm, inanmırsız, toxunun. O deyərdi ki, yox, o köynə qabdır, o köynə kostyumdur, mən onu tulladım, xeyr. O deyir ki, gəl, mənə toxun, bax, bu mənəm. Bunu deyə bilərsən sən də özünə ki, bu mənəm. Bu mənəm. Heç İsa özünə toxunmasına icazə verməzdi, əgər belə olmasaydı. Görürsən, o deyir ki, toxunun, bu mənəm. O, bununla dedi ki, İsa, sən onun bədəninə toxunmaqla, sən ona həyat verən ruha toxunursan. Qulaq as, sənin bədənində həyat verən ruh var və sənin bədənin həyat verən ruha çevrilib. O deyir ki, toxunun mənə, bu mənəm, həyat verən ruh mənəm. Və bunu sənin bədəninin funksiyasının özünü artırmaq qabiliyyəti var. Sənin bədəninin özünü inkişaf elətdirmək qabiliyyəti var. Amma bir şərt var, sevgidə. Çünki orada yazdı ki, sevgidə. Çünki yalnız məhəbbət, sevgi vasitəsilə hər bir öz ölçüsünə doğru hərəkət edir. Sənin hər bir bədənin öz ölçüsünə, yenə deyirəm, nəyisə artmağa, sənin kilonun artmasına və yaxud barmaqların artmasına yox. Böyümək, yəni onun qabiliyyətinin çoxalması, onun görəsi işlərin çoxalması. Ona görə deyirəm ki, hər şey sevgidə. Öz ölçüsünə doğru hərəkət edir. Ona görə də bədənə məhəbbət olmadan başlamaq, sən öz bədəninə məhəbbət olmadan bir işə başlayırsansa, sən özündə yenilənməni kəşf edə bilməzsən, bu mümkün deyil. Çünki məhəbbət tərbiyə edəndir. Yəni, bədən ata Allahın, bədən ata məhəbbətinin təzahürüdür. Atanın sevgisindən yarandı sənin bədənin. Ona görə də sən çoxları kimi düşünmə ki, bircə ölsəydim bu bədəndən qurtarardım. O bir talantı torpağın altına bastıran kimi qulağından, o bir misal verər Azərbaycanlıların qulağından çıx elə az. Sənin bədənin, sənin ata Allahının sənə olan məhəbbətinin təzahürüdür. O sənə bədən yaratdı ki, o bədəndə səninlə birlikdə yaşaya bilsin, səninlə birləşə bilsin. Biz çürməzliyin meditasiyasından danışırıq. Yəni siz təkcə bədəninizi sevmişsiniz, həm də deyirsiniz, mənim bədənim sevgi ruhunun ən yüksək təzahürüdür. Eşitirsən bu nə deməkdir? Sən deyirsən ki, mənim bədənim Allahın sevgisinin, Allahın sevgi ruhunun ən yüksək təzahürüdür. Bundan yüksəyi yoxdur. Sənin bədənin kimi mükəmməl heç nə yoxdur. Olmayıb, olmayacaqdır. Və sənin vücudun bu düşüncəni, bu konsepsiyanı, bu fikri məmnuniyyətlə qəbul edəcək.
və başlayacaq sənin bədənin nəsə istehsal etməyə. Əbu Pabil nə deyir? Deyir ki, bütün imanlılar hər şeydən çəkinirlər. Bütün imanlıların əksəriyyəti, bəziləri tez xarab olan tac istəyirlər. Biz isə çürüməz tac istəyirik. Biz çürüməzliyi istəyirik. İstəyirəm indi hamız kameranı yandırıb bir dənə mənə baxasınız. İsa'nın tacı, başında tacı var da bilirsiniz. Tac qoyulub. Yandırın görün kameranın kim var burada. İsa'nın başında tac var. İstəyirəm görüm hamızı yüzə deyim. İsa'nın başında tac var bilirsiniz. O tac bilirsiniz nə tacdır? O biri deyir qızıldandır, biri deyir gümüşdəndir, biri deyir brilliantdandır. İsa'nın başındakı tac ölməzlik tacıdır. Ölməzlik onun tacıdır. Eşitirsiniz məni? Tac ölməzlikdir. Qızıl mızıl yox. Ölməzlik, çürümezlik onun tacıdır. Bir də təkrar eləmək istəyirəm. Sən ki, görüm sənə bu açıldı mı mu, açılmadı mı? İsa'nın tacı, başında olan, taxta oturan İsa'nın tacı, onun çürümezliğidir. Direkt yaxınlaşacağız İsa'ya, İsa başımıza tac koyacaq. O bizim de başımıza koyulan tac, o çürümezlikdir. Sənə yeni bəh verirəm, al bu bəhi. Götür, koy başa. Vay. Amin. Efendim. Budur Rabbin başında olan taç, onun çürümezliğidir. Bazı insanların bu dini fantaziyası öləndə cənnətə gedəcəyini, orada sənə çürümez bir tac veriləcəyini düşünür. Bütün bunlar həqiqətə uyğun deyil. Çünki çürümezlik İsa'nın tacıdır. Öləndən, çürüyəndən sonra sən nə tac? İsa'nın tacı onun çürümezliğidir. Bunu qəbul edin, bunu düşüncənizlə qəbul edin. Bütün varlığınızla qəbul edin, anlayın ki, tac. Mən də əvvəllər elə bilirdim ki, mənə öyrədirdilər. Nə qədər ki, qoymurdular, özüm düşünüm, deyirlər, yox, sən biz düşünəni düşün, bizim kimi düşünməlisən, kilsə təlimində. Mən də elə bilirdim ki, qızıldan tac qoyulacaq, üstündə qaşlar olacaq, brilliant, nə bilim, belə, nə. Və bugün bu mənə açılır ki, İsa'nın tacı onun çürümezliğidir. Onun ölmezliğidir. Çürümezlik İsa'nın tacıdır. Əgər məntiqə görə, əgər Allah yalnız bədəndə gələn bir ruhdursa sadəcə, çürümezin bununla nə əlaqəsi ola bilər axı? Çünki çürümez tac ən yüksək məqamdır, ən yüksək haldır. Çünki bu o deməkdir ki, İsa'nın bədəni o qədər məhəbbətə verilmişdir ki, o qədər məhəbbətə təhvil olunmuşdur ki, çürümezlik təzahür etmişdir onda. Çürümez bədən elə bir ki, ilk növbədə birinci olaraq İsa'nın nə üçün gəldiyi bir şeydir. İsa çürümez bədəndə gəldi. Çünki çürümək İsa'nın yox, çürümək insanın başına gəlmişdi. Ona görə İsa Məsih çürümez bir bədəndə gəldi. O ölməz bir tac almağa gəldi. Və o bu talantları daha da çox paylamaq üçün sanki bütün talantların, talant bilirsiniz də nədir? Bütün talantların sahibi oldu. Yəni bütün bədənlərin sahibi oldu. O ölməz bir tacla, o ölməz bir bədənlə
gələrək bütün bədənlərin sahibi oldu öz bədəni vasitəsilə. Eşit və bil və agah ol. Çürümezlik bədəni bu tacdır. Çürümezlik bədənin tacıdır. Bütün bədən yeni izzəti ortaya qoyan normal elə bir nəzərdə tutulan çürüməmə vəziyyətinə girdi. Sənin bütün bədənin yeni izzəti ortaya qoydu. Çürüməməzliyi, ölməməzliyi, yəni tazı başına qoydu. Biz çürüməməzlik meditasiyasından danışırıq. Biz bədəndə hüzurdan danışırıq. Biz bədənin birliyindən danışırıq. Bədənin birliyi harada baş verir? Biz çörək bölmə vasitəsilə bu birliyi yaşayırıq. Və ona görə də mən indi sizə bu çörək bölmə haqqında, bu birlik haqqında dəqiq bir düşüncə, meditasiya barədə danışmaq istəyirəm. Yəni, intensiv gücləndirmənin düşüncəsini barəsində danışmaq istəyirəm. İntensiv, yəni dayanmadan. Pavel öyrədir ki, xeyr-dua verdiyimiz xeyr-dua kasası Məsihin qanına şəriklik deyilmi? 1-ci Konifdə yazır o. O deyir, xeyr-dua verdiyimiz xeyr-dua kasası Məsihin qanına şəriklik deyilmi? Böldüyümüz çörək Məsihin bədəninə şəriklik deyilmi? 1-ci Konif 10-16-da yaz, oxuya bilərsən sonra, araşdıra bilərsən. Orada yazır bunu. Xeyr-dua verdiyimiz xeyr-dua kasası Məsihin qanına şərik deyilmi? Xeyr-dua kasası yadındadır. Məsih əlində kasanı götürüb xeyr-dua verib böldü adamlarla. O xeyr-dua kasası büyün sənsən. O qab, büyün xeyr-dualı qab sənsən. Böldüyünüz deyir, böldüyümüz bu çörək Məsihin bədəninə şəriklik deyilmi? Sən Məsihin xeyr-duasına şəriksən. Sən onun bədəninə şəriksən. Ünsiyyət, iştirak, elə bir ünsiyyət, qarşılıqlı mübadilə, dəyişmə, sən ona verirsən İsa'ya, İsa sənə verir. Bir şərik biz. Və iki nəfər arasında ünsiyyət baxımından danışsaq, bu fikir elə bir ki, his, baxış mübadiləsi, bu elə bir Rəblə birlikdə ölümsüzlüyə, Məsihin bədəni ilə birlikdə ölümsüzlüyə, çürüməzliyə dəlib keçmədir. Biz onu dəlib keçirik. Məsihlə ünsiyyətin mahiyyəti nədir? İsa'nın bədəni ilə şərikliyimiz nəyə görədir axı? Xeyr-dua verdiyimiz xeyr-dua kasasına şərik olduğumuz nə üçündür axı? Bu, Məsihlə ümumilik yaxud birlik tapmaqdır ki, yəni biz birliyi tapaq, ümumiliyi tapaq onda. Ki biz birik, biz bir bədənik. Biz bir bədənik. Burada söhbət Məsihin qanının birliyindən gedir. Və bu, sizə onu demək istəyirəm ki, bu çörək bölmədə, bu birləşmədə, bu birliyin qəbulu zamanı, bu çörək bölmənin qəbulu zamanı baş verməli olan əsas şey bədənin birliyi, yəni Məsihlə ümumi bədəni tapmaqdır. Sən ümumi bədəni tapmalısan, sən öz bədənini tapmalı deyilsən, sən təkcə Məsihin bədənini tapmalı deyilsən, sən ümumi bədəni tapmalısan, çünki biz şərik, bədənə şərik. Eşitirsən məni? Sən bədənə şəriksən. Sən Məsihin bədəninə şəriksən. Və biz bədənimizdə bunu yaşamalıyıq.
Biz meditasiya eləyərək, biz düşünərək, biz bir qərara çəkərək öz bədənimiz haqqında, onun bədəni kimi, onun bədəni haqqında öz bədənimiz kimi düşünərək bu birliyi eləyib yeməliyik, bunu dadmalıyıq. Ha? Eşidirsiniz, nə eşidirsiniz? Bu hansısa üçüncü bədən haqqında deyil, mən üçüncü bədəndən danışmıram. Bu, Məsihin bədənini özünüzdə və onun bədənində bədəninizi kəşf etməkdir. Sən özündə onu kəşf edirsən, onda özünü kəşf edirsən. Və bunu etdiyiniz zaman sizin şuurunuzda baş verəcək şey budur ki, bədəninizi Məsihin bədəni kimi kəşf edirsiniz. Yəni siz kəşf edirsiniz ki, bədəniniz Məsihlə birlikdə bir bədəndir. Ayrı-ayrı bədən yox. Və buna birlik deyilir, buna çörək bölmədə birləşmə deyilir. Yəni, Məsihin bədəni ilə bədəninizin şuurlu şəkildə kəşf edirsiniz. Kəşf etmək deməkdir. Və sən hər dəfə çörək bölməni qəbul edəndə, bədənində onun bir talant olduğunu göstərən bütün əlamətləri kəşf etməlisən. Ki, sən onunla bir talantsan, sənin bədənin, İsa nedir ki, öz bədənini artırdı. Ölən, çürüyən bədəni, ona bir talant, bir bədən verilmişdir. O bədəni, o öz düşüncəsini dəyişərək, özü barəsində Allahın oğlu olaraq düşünərək, özünü Allah kimi düşünərək, öz bədənini çürüməz və ölməzliyə artırdığı kimi, sən də öz bədənində bunları tapmalısan. Sən bu talantı, bütün onunla baş verənləri özündə kəşf etməlisən. Bax, sən bununla öz bədənini çoxaltmış olursan, sən bununla öz talantını çoxaltmış olursan, sən qanın bir olduğunu, bədənin və onun funksiyalarının bir olduğunu kəşf etməyə başlayırsan və sən artıq bunu kəşf etməlisən. Bu, sadəcə olaraq biz Məsihlə bir bədənik doktrinası, nə bilim, düşüncəsi deyil. Necə ki, bu günlərim baxırsan ki, içədə papuqay kimi sözləri təkrar edirlər, amma görürsən ki, söz boğazdan yuxarıdır, ürəkdən gəlmir, içdən gəlmir, dərindən gəlmir. Hətta Pasxada Məsih dirildi sözünü belə qulaq asıram, görürəm ki, içdən demirlər. Çünki orada nəsə baş verməyibdir. Başa düşürsən, buradan gəlir, söz boğazdan yuxarı gəlir. Mən baxan kimi görürəm və inanam ki, sən də artıq baxan kimi, sən də onları görən kimi görürsən ki, onların içində bu bişib bir-birinə qatışmayan, Məsihin bədənini, öz bədənini Məsihin bədəni kimi görmə qabiliyyətinə hələ çatmayıblar, çatmayanlar da onlar. Çünki bu orada səndə baş verməlidir, düşüncən vasitəsilə. Bu elə belə deyil ki, biz Məsihlə bir bədənik. Biz Məsihin bədənini, biz onun bədəninin əlamətlərini özümüzdə kəşf etməliyik. Əgər biz deyiriksə ki, biz Məsihlə bir bədənik, eşidirsən məni? Eşidirsən məni? Mən istəyəm ki, sən eşidəsən məni. Əgər biz deyiriksə ki, biz Məsihin bədəni ilə, var burada kimsə deyə bilən ki, mən Məsihin bədəni ilə eyni bədənəm. Onda sən başlamalısan nə etməyə? Sən başlamalısan Məsihin bədəninin əlamətlərini özündə kəşf etməlisən. Sən başlamalısan Məsihin bədənində baş verənləri özündə hiss etməyə. Sən Məsihin bədəni barəsində oxuduqları özündə görməyə, hiss etməyə, heç kimə izah edə bilməməyə başlamalısan.
Deməlisən ki, mən izah edə bilmirəm. Mən başa düşürsünüz? Budur Məsihin bədəni ilə eyni bədənəm demək. Budur Məsihlə bir bədənəm demək. Ona görə Kariflərdə Həvari Pavel deyir ki, bəziləriniz bunu elə bil zəif və xəstəsiniz, çoxları isə ölür. Niyə? Niyə bəziləri zəifdir və xəstədir? Niyə bəziləri, çoxları isə ölür? Niyə? Çünki biz Məsihin bədəniyik deyir, amma Məsihin bədəninin əlamətlərini özündə kəşf etmir. Mən elə bir sandıq açıram, sir sandıq açıram ki, sənə sirlərin sirrini bugün sənə çox vacibdir. Bu sənə çox lazımdır bugün. Həvari Pavel yaxşı vurğuluyur. O dini təlimlərdə, dindar təlimində olanlara ki, bəziləriniz, yəni bunları etmədikdə zəif və xəstəsiniz, çoxları isə ölür. Yəni niyə? Yəni sən Məsihin bədəninin əlamətlərini özündə kəşf etməmişsən, onu yaşamırsan, onu dadmırsan. Bir anlığa gəlib deyə bilmirsən ki, mən izah edə bilmirəm, mənimlə nə baş verir? Və belə çıxır ki, biz çörək bölməni qəbul etdiyimiz zaman, sən çörək bölməni qəbul etmə, bu bizim bədənimizin çürüməzliyinin bütöv bir meditasiyasıdır. Siz burada yalnız Rəbbin ölümünü xatırlamırsınız. Həvari Pavel deyir ki, bu bədəninizin şuurlu şəkildə onun bədəninə qoşulması və ya onların bir və eyni bədən olduğunu kəşf etməkdir. Bu onu demək istəyir Həvari Pavel isə. Ki sən kəşf edirsən ki, mənim bədənim onun bədəni ilə, onun bədəni mənim bədənimlə eynidir. Və sən bunu dadırsan, sən bunu ağzında bu dadı hiss edirsən, ruhunda bu dadı hiss edirsən. Və bizə bunu onun dediyi kimi bədən haqqında düşünərək biz mülahizə yürütmürük. Çünki deyir ki, kim Rəbbin bədənini dərk etməmiş, yeyib içərək öz üzərinə mühakimə gətirir. İndi bildiyin mühakimə nədir? Sən əgər yaşamırsansa onun yaşadığını, o bədənin yaşadığını sən bu bədəndə yaşamırsansa artıq mühakiməyə məhkumsan, yəni ölümə çürüməyə məhkumsan. Hey! Onun üçün də çünki kim Rəbbin bədənini dərk etməmiş, yeyib içərək öz üzərinə mühakimə gətirir. Çünki bədən haqqında düşünmədən yeyib içən şəxs, öz bədəni haqqında meditasiya etmədən yeyib içən şəxs, yəni yaşayan şəxs özü üçün qınama yeyib içir, qınaq yeyib içir elə bil özü üçün. Amma mən istəyirəm ki, müqəddəs çörək bölmə sizin üçün çürüməzlik meditasiyasına çevrilsin. Çürüməzlik haqqında meditasiya başlasın səndə. Bədəniniz haqqında düşünməyiniz üçün, öz bədənin haqqında düşünməyiniz üçün burada daha çox istiqamət var. Çünki yazıldığı kimi onlar xəstədir və çoxları ölür. Sənə bugün çoxlu istiqamətlər var ki, sən o istiqamətlərdə barəsində düşünəsən. Sənə şans verilib, sənə qapı açılıb, sənə talant verilib.
Əgər sən öz bədənin haqqında bir sağlam düşüncədə, sağlam kontekstdə düşünmürsənsə, bu baş vermir. Çünki ölən və xəstələnən Rəbbin bədəni deyil. Sənindir və daha doğrusu bu barədə Rəbbin bədəni kimi düşünmədiyiniz üçündür. Ona görə xəstələnirsən ki, ona görə ölməyə, çürüməyə hazırlaşırsan ki, öz bədənin barəsində Rəbbin bədəni kimi düşünmürsən. Kameraları yandırın. Bir dənə gənə görmək istəyirəm sizi. Qaranlıq qutulardan çıxın, qaranlıqda görmürsünüz. Sən başa düşürsən, İsa Məsih sənin günahlarına görə öldü, dirildi, günahların bağışlandı. Bu müjdə deyil. Müjdə, sən ölməz və çürüməzsən, budur müjdə. Budur Məsihin tacı çürüməz bədən. Budur onun başına qoyulan tac çürüməzlik bədəni. Məsih sənin günahlarına görə öldü, dirildi. Bu sadəcə səmavi səltənətə yaxınlaşmaqdır. Mən sizə səmavi səltənətə yaxınlaşmaqdan danışmıram. Mən sizə səltənətin ortasında olmaqdan danışıram. Mənə lazım deyil səltənətə yaxınlaşmaq. Mən səltənətdə olmalıyam. Səltənətə isə, qulaq as bir də diqqətlə, qulaq as. Səltənətə isə ölən və çürüyən bədən buraxılmır. Məsih səltənətə ona görə daxil oldu ki, çürüməz və ölməz bədəni götürdü. O düşüncəsi vasitəsilə, görək bölmə vasitəsilə, o Allahı ilə birləşərək ölməz və çürüməz bədəni götürdü. Ona görə deyirəm ki, günahların bağışlandı, bu xoş xəbər deyil. Günahların bağışlandı, nə olsun? Sonra nə deyir? O deyir ki, sən düşünmürsən, yəni meditasiya etmirsən, öz bədəninin Rəbbin bədəni olduğunu və buna görə də hələ də xəstəlik və ölüm var. Ona görə ki, sən öz bədənin barəsində qonşunun bədəni kimi fikirləşirsən ki, o öldü, mən də öləcəm. Amma sən Rəbbin bədəni kimi düşünsən öz bədənin barəsində, sən deyirsən ki, o ölmədi və çürümədi, mən də ölməyəcəm və çürüməyəcəm. Mən başa düşürəm, çox çətindir. Çünki sənin beyninə elə bir beton bünövrə töküblər ki, ölməlisən, göylərə düşməlisən. Bu barədə gələn dəfə danışacağım, göylərə gedəsi olmadıq, biz qalırıq. Göylərə getmək üçün gərək sən bədənini torpağa verəsən. Sənə düşünmək lazımdır, sənə meditasiya eləmək lazımdır. Öz bədənin barəndə Məsihin bədəni kimi, Məsihin bədəni. Əgər sən deyirsənsə ki, mən Məsih ilə bir bədənəm, sən ölmək və çürümək haqqında düşünə bilməzsən. Çünki Məsihin bədəni belə düşünmür. Ona görə də kim belə düşünmürsə, onun üçün xəstəlik və ölüm var. Bəs bunu etsək ölməyəcəyik. Hər kəs ölməyəcək. Heç kəs ölməyəcək. Amma bu meditasiyada dəyişilənlər olacaq. Bir çörək var, bir çörək. Və biz çoxları bir bədənik. O deyir ki, sahədə yığılan buğda döyülüb, un olub, xamur olub, bişərək bir çörək olduğu kimi biz hamımız Allahın bir bədəniyik və bu bizim hamımızın Məsihin bədəni olduğumuzu xüsusi olaraq bildirir, xəbər verir. İki bədən deyil, mənim və Rəbbin bədənləri deyil. Oxuyuram həmən yeri. Deyir, çörək bir olduğu kimi biz də çox olduğumuz halda bir bədənik. 1. Korinf 10-17-də yazılır. Çünki hamımız bir çörəyi bölüb yeyirik. Biz çox olan bir bədənik. Çünki hamımız bir çörəkdən yeyirik. Belə yazılır.
Yəni biz bir bədənlə ünsiyyətdəyik. Fərqli bədənlərlə yox, fərqli bədən yoxdur. Yalnız bir bədən var, Rəbbin bədəni. İndi baxa bilərsən öz bədənə, Rəbbin bədəni kimi. Eşidirsən, əziz qardaş, əziz bacı, mən sənə sual verirəm ki, sən indi öz bədəninə, Rəbbin bədəni kimi baxa bilərsən? Çörək bölmədə sizi, amin, çörək bölmədə sizi Məsihin bədəni olduğunuzu yaşayırsınız. Və çörək bölmə olanda siz Məsihin bədəni olduğunuzu yaşamaq, bədənin çürüməz olduğunu, bədənin əbədi olduğunu görmək, onu hiss etmək üçündür. Bu isə yazılıb ki, düşüncə vasitəsilə olur. Kim bu kasadan içib, layiq olmayan tərzdə çörək yeyirsə, günah edir. Üstəlik bu hamı özünü yoxlasın və yalnız bundan sonra bu çörəyi yesin. Bu sözünə, Rəbbin bu sözünə dindarlar, kilsədə olan dini təlimlər dərhal qınayan bir anlayış verirdilər. Sən elə bir çörək yeyəndə əlindən bir qırıq yerə qırıntı düşdüsə, sən layiq deyilsən, sən günah eləmişsənsə, sən layiq deyilsən. Və yaxud da Allah eləməsin, şərabı səndə əlindən dağıldı, sən layiq deyilsən, nəyisə get otur fikirləş görsən, nəyi səhv eləmişsən, nəyi düz eləmişsən, nə bilim mən 55-56 yaşım var, mən nə bilim indiyə kimi, hardan yadıma salıb, indiyə kimi nəyi düz eləmişəm, nəyi heç mən keçmişim haqqında mənim Rəbbim mənə deyir ki, düşünmə. Bunlar mənə kilsədə deyirlər ki, get otur fikirləş gör, nəyi səhv eləmişsən, çörək bölmədən qabaq otur fikirləş, onlara görə üzr istə, ondan sonra bu çörək bölməni qəbul olar ki, mən nə bilim nələr eləmişəm mən. Əsas məsələ bu deyil. Əsas odur ki, siz öz bədəniniz və Rəbbin bədəni haqqında onların bir və eyni bədən olduğunu düşünməlisiniz. Hər kəs özünü sınasın. Yazılıb ki, hər kəs özünü sınasın. Sınasın, bu sınaq bu təcrübə sözündən, şuurlu təcrübədən gedir söhbət. Siz başlayın, sınasın deyəndə, eşidirsən məni? Sınasın deyəndə, sən başlamalısan təcrübə eləməyə. Ki, mən eyni bədənəm. Bu sınaq budur, bu deməkdir. Sınasın o deməkdir, öyle gel özünü yoxla görsən, nə qarmışsan, nə eləmişsən, gör təmizsənmi, təmiz deyilsənmi? Ki, mənə lazım deyil bu barədə düşünmək. Məsih 2000 il bundan qabaq mənim barəmdə bu şeyləri düşünür. Hər kəs özünü sınasın, yəni hər kəs başlasın təcrübə etməyə. Eşidirsən mənə? Başlayın təcrübə etməyə, başlayın özünü sınaqdan keçirməyə. Siz oturursunuz bir yerde, başlayırsınız meditaya, yani özünüz barəsində düşünməyə, meditat etməyə. Ki, dayan, oturursan deyirsən, dayan. Bəs mən Rəbbin bədənini, öz bədənimi, Rəbbin bədəni olduğumu hiss edirəmmi? Mən bunu yaşayırammı? Mən bu dadı dadırammı? Və çörək bölmədən əvvəl özünüzü sınayın. Həqiqətən də bu anda nə etdiyinizi dərk edin. Gedib oturub fikirləşməyin ki, mən ha vaxt nəsə səhv eləmişəm. Və özünüzü, qulaq as mənə, özünüzü, bunun öz bədəninizi, bunun ölüm bədəni deyil, dirilmə bədəni olduğunu düşünməyə məcbur etməklə öz bədənini dirilmə və çürümez olan bədən
ölməz və çürüməz olan bədən düşünməyə məcbur etməklə siz öz talantlarınızı çoxaldırsınız. Yenidən canlanmaya səbəb olursunuz. Siz talantı artırmış olursunuz. Siz güc tətbiq edirsiniz. Siz özünüze mecbur ederek ki öz bedenin hakkında ölmez ve çürümez kimi düşün. Siz güç tətbiq edirsiniz. O 2 talant olan güç tətbiq ederek 4 talant elədi. 5 talant olan güç tətbiq ederek 10 talant elədiği kimi. O ne diyor? Deyir özünü sına. Yani belə düşünürsen, belə hiss edirsən ve düşünürsen ki bu sende özünü biruzə verir mi? Bu sende özünü gösterir mi? Ona göre de bedenin barəndə çoxlu düşün. Bedenin barəndə çoxlu fikirləş. Onu Rabbin bedeniyle eyni beden olduğunu düşün. Onun artık öz bedeninin artık tacı olduğunu düşün. Tac bildiniz daha nedir? Şimdi dua edeceğiz. Yandırın kameraları görüm sizi. Gene gizlendiler. Hamısı. Bildiniz daha bedenin tacı nedir? Bedenin tacı nedir bildiniz? Çürümezlik tac. Bəli, o İsa'nın başına, ay qızıl bu, neyin edirsən qızılı brilliantın başına tac? Bizə elə deyirlər də, ha? Ha, Rasim, həmişə elə başa düşmüşük. Sadəcə başımıza qızıldan tac qoyacaqlar. Ha, çürümezlik tacdır, en kıymetli tacdır çürümezlik. Ölmezlik tacdır. Ey ölmeye ve çürümeye hazırlaşanlar, mən sizə bugün tac dəvət edirəm, tac verirəm sizə, götürün bu tacı, düşüncəniz vasitəsilə tacı qəbul edin, ölməzlik tacını başınıza qoyun, çürümezlik tacını başınıza koyun. Hallelujah.